Əziz izləyicilər, sizə Göytəbə şəhərində hazır biznes, gözəl biznes ayda 1600 manat gəlir. Gəl içəri daxil olaq. Gördüyünüz bu 4 otaqlı həyətində yerləşir, 4 dənə otağı var. Ayda 1600 manat gəlir gətirir. Sanitar qovşağı, hamamı, yataq hissələri, hamısı da remont olunub sıfırdan. Zəhmət olmasa, biraz yaşayış olduğu üçün səliqəsizdir, elə çöldən götürərsən. Bura üçüncü mətbəxdir, bura daxildir, ofisdir kimi. Burada 2 yataq otağı birləşir. Zəhmət olmasa ətraflı tanış elə. Tanış elə. Hələ bu harasıdır? 2 dənə orada burada otağını göstərdik, sizə təqdim etdik. Bura mətbəx hissəsidir, dediyimiz kimi. 2 yataq otağı da orada yerləşir. Ümumilikdə 4 dənə yataq otağı var. Sanitar qovşağı, hamamı isə giriş tərəfdən. Girişlərə dairədir. Bura şəxsi evdir. Evə də daxil olub, evi də təqdim edəcəksə, burada yataq otağıdır. Çöldən də olsa təqdim elə. Gördüyünüz kimi, əzizləyicilər, girən kimi sağ tərəfdə sanitar qovşağı, hamamı, girişi də var buradan. Girişi də ayrıdır. Torpaq sahəsi 12 sotdur. Amma sənəd də qanunla 10 sotdur. Ətraflı torpaq sahəsini tanış elə, zəhmət olmaz. Genişliyini təqdim elə. Əkib becərə də bilərsiniz. Torpaq sahəsi dediyimiz kimi 12 sotdur, sənəddən 10 sotdur. Keçək evin içinə daxil olaq. Əzizləyicilər, gördüyünüz kimi, bura girən kimi evi daxil oldun. Sol tərəfdə yataq hissəsi yerləşir. Zəhmət olmasa çək. Hamısı sıfırdan remont olunub, sıfırdan qoyulub. Burada desk otaqdır. Otaqlarıyla tanış elə, zəhmət olmasa. Əzizləyicilər, bura mətbəx hissəsidir. Mətbəx hissəsinə ətraflı tanış elə, zəhmət olmasa. Gördüyünüz kimi, soyucusudur, stolu, hamısı sıfırdan qoyulub. Demək olar ki, burada yaşayış çox da olmuyor. Bura mətbəx hissəsidir. Bütün şeylər, avadanlıqlar hamısı təzə qoyulub. Gəl bəri, sanuzə ilə tanış edin. Əzizləyicilər, bura ikinci mərtəbəsidir. Keçək ikinci mərtəbəsinə daxil. İkinci mərtəbəsinin heç daxil olunmuyor. Bütün əşyalar hamısı sıfırdan qoyulub. Demək olar ki, bura mətbəx hissəsidir, mini mətbəx hissəsidir, ikinci mərtəbədə. Yəni, heç nə istifadə olmayıb da burada. Bura isə yataq otağıdır. Ətraflı tanış elə, zəhmət olmasa. Hamısı bahalı aboylar, qapılar gördüyünüz kimi var. Hamısı təpədə sıfırdan qoyulub. Otaqların ətraflı tanış elə. Mənzərəsi elə